Rəhmətlik mənim ağam bir ata-baba sözü ki deyərdi. Bir oğlum olsun qədim deyərdilər, qoyun misgər yanına. Misgərə bazarın əksəri sənətkarları ya fot elədilər, ya qocalmışdılar da işləyənmirdilər. Bu əbzərlər ki vardı, təqribən demək olar 7 dənə bu bazarın misgərlərinin əbzərləridir ki, mən onlardan elə lütf eləyiblər vərəsələri ya özlərindən yığmışam burada bir məcmuə. Bura mənim ağamın dükanıdır ki, Allah rəhmət eləsin, səlamət olasın. Mən də uşaqlıqdan elə bekar vaxtlarımı oynamağım türküsü bu misgərə bazarda olmuşdu. Teflon qablar mod olmamışdı, elə demək olar ev vəsaili, aşpəzxana vəsaillərin əksəri misdən olurdu. Biraz qiymətinə görə istifadəsi azalıbdı. Bizim rəhmətlik Böyükmamangildə bir dənə şam məcmeyisi vardı. Bəli. Bu məcmey o qədər ağır idi, mən götürəndə qazqalardım yıxılıb. Yəni ötü ağır bir iş sürülərdi. Düzdür. Nəcür oldular, yığışıldı, indi istillər gəlibdi. Elə xanımlar ki, gəlirlər indi bir tedadı deyir ki, ağırlığına görə işlədənmirik misi. Ya təmizləməyinə görə, bayın ki, səlamətliyə çox köməklik eləyirik. Dördürlərin çox elə tövsiyə eləyirlər ki, bu işlənsin. Bu dükanda təhcə taza vəsail yox, bəlkə qədimi vəsaildə bol-bolcan vardı, yəni alış-verişinə baxır. Bir zürufu pəzirayı vəsailidir, bir zürufu poxtopəzdir ki, çaydan qablama. Bu birisi vəsaildəki dəstsazlı ola özümüz, hər kimin nə mənə sifarişi olsa özümüz əncam edirik. Hələn bu ay ehtiramıcıl, həlva pəzicil sifarişlər var idi ki, bunun tayı vuran bilələn.